Salam, bu gün sizlərə Rus mətbəxindən hər kəsin sevdiyi resept olan blinçik xəmirinin reseptini paylaşacağam. Resepti birə-bir eyni olacaq, xəmiri cırılmayacaq və ipək kimi yumşaq qalacaq. İndi keçək reseptə. 30 ədəd xəmir üçün lazımdır 6 ədəd yumurta, 1 çay qaşığı duz, 2 yemək qaşığı şəkər tozu, 250 qram un və 550 ml süd lazım olacaq. 50 qram kərə yağı və 4 xörək qaşığı bitki yağı. İlk növbədə yumurtaları bir qaba sındırıram. Mikser vasitəsilə başlayırıq çırpmağa. Duzu və şəkər tozunu əlavə edib yenidən çırpırıq. Südü də əlavə edirik. $50 qram kərə yağını da əridirik və əlavə edirik. Duru yağı da əlavə edirəm və çırpmağa davam edirəm. Dostlar, çalışın unu hissə-hissə əlavə edin. 2 hissəyə bölüb əlavə edirəm və ələkdən keçirirəm ki, un oksigenləşsin. Birinci hissəni əlavə edəndə mikserlə çırpa bilərsiniz. Amma çalışın ki, ikinci hissəni əlavə edəndə ventik vasitəsilə bir-birinə qarışdırın. Gördüyünüz bu üsulla hazırlayanda yumurtadan alınan qabarcıqlarla və undan alınan oksigenlə biz sodanın və qabartma tozunun yerini vermiş oluruq. Gördüyünüz kimi heç birindən istifadə etmədik. Əgər kim kəsimi ilə hazırlayacaqsa, vanil də əlavə edə bilər. İnandırım sizi, onda da çox gözəl alınır. Baxın, bu qatılıqda olandan sonra deməli hazırdır. Götürdüyüm tava 20 santimlik tavadır və qalın keyfiyyətli tavadır. Çalışın ki, çox da nazik tavadan istifadə etməyəsiniz. Tavaya azca bitki yağı əlavə edib pambıqla və yaxud da kislə hər tərəfinə çatacaq qədər yayın. Sonra tavan qızmasını gözləyin və xəmirə əlavə edib bişirin. Bir üzü yaxşı qızarandan sonra digər üzünü azca da bişirib götürürsünüz. İstəməyənlər ikinci üzünü bişirməyə bilər. Blinçik xəmirlərimiz hazır oldu. Hazırlayan hər kəsə nuş olsun. Bu cür videoların davamı üçün kanala abunə olub videonu bəyənməyi unutmayın. Allah'a əmanət olun. Sağ olun.